5 Mart tarixində, yəni bugünə olan mövzularımızı açıqladıq sizə və artıq qonaqlarımızı dəvət edərək mövzular ətrafında söhbət etməyin zamanı gəlib çatdı və ilk növbədə istərdik ki, valideynlər hansı ki uşaqlarını ilk sinifə, birinci sinifə yola salmağa hazırlaşırlar. Bununla bağlı yaranmış olan suallarınız var ki, bu sualların cavabını tapa bilərsiniz və artıq dislokasiya ilə bağlı, yəni ərazi üzrə qeydiyyatda olduğunuz ünvanlarda, qeydiyyatda olduğunuz ərazidə yerləşən məktəblərə qəbulla bağlı suallarınızı cavab tapmış olacaqsınız, elə deyil mi Aytaç? Elədir və Elnur valideynlərdən də biri mənim. Bu il ikinci övladımı mən də məktəbə yola salacağım. Odur ki, şəxsən bir valideyn olaraq mənim də ağlımda xeyli suallar var və bizi izləyən, mənim kimi olan valideynləri çox yaxşı başa düşürəm. Şansımız da ondan ibarətdir ki, bugün biz o suallara ətraflı və dəqiq cavab alacağıq. Odur ki, qonağımızı dəvət edeyim. Böyük məmnuniyyətlə istəyərdim ki, Sənarə xanım İsmailovanı dəvət edeyim. Xoş gəlib, səfa gətirmişsiniz. Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsil alanlarla iş sektorunun məsləhətçisi Sənarə xanım İsmailova bugün bizimlə bərabərdir. Hoş gəldiniz. Sizi salamlayırıq. İlk növbədə məlumat bizə daxil oldu və bu məlumatdan çıxış eləyərəkdən rəsmi məlumatdır. Çıxış eləyərəkdən istərdik tamaşaçıları da məlumatlandıraq ki, məhz 2025-26-cı tədris ili üçün uşaqların birinci sinifə elektron qeydiyyatı prosesində Bakı və Sumqayıt şəhərlərində yerləşən ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin siyasi və həmin müəssisələrin müəyyən edilmiş mikro əraziləri ictimaiyyətə elan edilib. Yəni artıq insanlar bu barədə məlumat əldə edə bilərlər və bununla bağlı mart ayının 14-ünə kimi 5, 6, 7 saylı və Sumqayıtda isə 2 saylı asan xidmət mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər. Bax, bu mövzunu açıqladıq, bu rəsmi açıqlama idi. İndi keçid alırıq suallarınıza ki, o suallara cavab tapaq. Aytaç buyur. Suallarımız isə ilk olaraq yəni ümumi məlumatları çatdıraq ki, məktəbə qeydiyyatda yaşla bağlı, neçə yaşdan etibarən övladlarını artıq məktəbə valideynlər yola sala bilərlər və sualımı daha dəqiq versəm, mənim övladımın 5 yaşı var, uşaq məktəbə tam hazırdır, psixoloq da yoxlayır, pedaqoq da bildirir və məktəbə qədər hazırlığa gedir. Deyirlər ki, artıq övladınız məktəbə gedə bilər. 5 yaşından ibarət uşaqları biz məktəbə yönəldə bilirikmi, yoxsa 6 yaşını gözləməyimiz qanunla şərtdirmi? Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, 6 yaşı tamam olan uşaqlar Azərbaycan Respublikasının təhsil haqqında qanununa əsasən 6 yaşı tamam olmuş uşaqlar birinci sinif qeydiyyatdan keçə biləcəklər. 2025-26-cı tədris ili üzrə 2019-cu il təvəllüdlü uşaqlar üçün sistemdə qeydiyyat aktiv olacaq. Lakin uşağın 5 yaşı var, məktəbə getmək istəyir, valideyn övladını məktəb hazırlıq qrupları üçün qeydiyyatdan növbəti aylarda elan olunacaq. Məktəb hazırlıq, dövlət ümumi təhsil məktəblərində təşkil olunan məktəb hazırlıq qrupları üçün qeydiyyatdan keçirmə imkanı əldə edəcək. Həmin dövrdə uşağın məktəb prosesinə adaptasiya olması üçün yəni həftənin 4 günü uşaq təhsilini həmin məktəbdə, valideynin seçim etdiyi məktəbdə hazırlıq qrupu üzrə davam edəcək. Mən bu sualı bilərəkdən verdim, çünki siz də az öncə vurğuladınız ki, bu mövzuya mütləq toxunaq, çünki bununla bağlı suallar həddindən artıq çoxdur. Baxın, müraciət olunub da, biz bu müraciəti səsləndirdik. İstərdik ki, bax, bu müraciət əsasında fikirlərinizi bizimlə bölüşəsiniz ki, mikro ərazi dedikdə və yaxud dislokasiya dedikdə biz ilk növbədə nəyi nəzərdə tuturuq? Biz nəzərdə tuturuq ki, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısının alınması ilə məqsədi ilə daimi qeydiyyatda olan vətəndaşların ilkin olaraq müraciəti təmin olunması üçün həmin ərazidə yaşayan vətəndaşlar ərazi üzrə dislokasiyadan tanış olmaları üçün qeydiyyat hazırlıq məqsədi ilə Baş şəhər üzrə Təhsil İdarəsinin rəsmi internet saytına daxil ola bilərlər və həmin saytda xəbərlər bölməsində keçid edib, linkə daxil olub, Baş şəhər üzrə 12 rayon üzrə dislokasiya ilə tanış ola bilərlər və daimi qeydiyyat ünvanını orada qeyd etməklə həmin ünvan üzrə məktəblərin siyahısı ilə, mikroərazi üzrə məktəblərlə tanış ola bilərlər. Yəni, tanış olduq, qeydiyyatı etdik və orada məktəblərin seçimini edə bilirikmi? Hal-hazırda məktəb seçimi, yəni daimi qeydiyyat ünvanım uyğun olmadığı halda nəzərdə tutursunuz. Daimi qeydiyyat ünvanım uyğun deyilsə, onunla bağlı qaydalar birinci sinifə qəbul zamanı açıqlanacaq. İlkin olaraq ərazi prinsipi tətbiq olunan məktəblər üzrə qəbul aparılır. Növbəti mərhələdə prioritet tətbiqi sona çatdıqdan sonra sərbəst qəbul aparılan zaman digər vətəndaşlar da qeyd olunan dövrlərdə sərbəst şəkildə, yəni ərazi üzrə uyğun olmayan digər ümumi təhsil məktəbindən sonra yerləşdirmə imkanı əldə edə biləcək. Prioritet məktəb dedikdə hansı ki məktəblərə tələbat çoxdur və verişdən əvvəl də bu barədə danışdıq ki, sıxlığı olan məktəb var ki, onun yaxınlığındakı məktəbdə uşaqlar, şagirdlərin sayı daha azdır. Məsəl üçün, burada bir sinifdə 38
38 uşaq var bir sinifdə, digər məktəbdə isə yaxınlığında olan məktəbdə isə 14 uşaq var və bu sıxlığı aradan qaldırmaq üçün biz bunun adını qoyuruq prioritet məktəblər. Süni sıxlığın qarşısının alınması üçün prioritet məktəblərdir. Prioritet məktəblərdə yalnız ərazi üzrə qəbul aparılmır. Bacı qardaşı həmin məktəbdə təhsil alan övladlar da nəzərə alınır. Övladların üçün sorğu yerləşdirməkdə heç bir problem yaşanmır. İndi bir məsələni bir daha istəyirəm tamaşaçıların diqqətinə çatdıraq ki, bu 14 marta qədər uzadılan prosesin adı necədir? Bax, bunu sizdən eşitmək istəyirik. Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, hal-hazırda 12 fevral 2024-cü il tarixdən etibarən artıq ictimaiyyətə açıqlanıb disertasiya ilə bağlı məlumatlar. Bəzi valideynlərin ünvanları da yeni binaların inşası ilə əlaqədar ola bilər ki, disertasiyada qeyd olunmasın bəzi ünvanlar və ya valideyn bildirir ki, mənim qeydiyyatda olduğum ünvan digər bir məktəbin ünvanına daha yaxındır kimi rəy və təkliflər varsa, indidən o problemlərin həll olunması üçün vətəndaşlara həmin disertasiya açıqlanmışdır. Hər hansı problem yaşayırlarsa, yəni oradakı disertasiya ilə narazı olan valideynlər həmin xəbərlər bölməsində qeyd olunmuş formada müvafiq məlumatları qeyd etməklə disertasiya baku.edu.qovaz elektron postuna elektron müraciət edə bilərlər və ya asan xidmət mərkəzlərinə 5-6-7 saylı asan xidmət mərkəzinə yaxınlaşaraq həmin formanı təqdim edə bilərlər və vətəndaşların müraciətlərinə baxılır. İndiyənə kimi, bugünkü günə kimi 100-dən artıq vətəndaşın müraciəti araşdırılmış və həll olunmuşdur. Mən indi bir sual vermək istəyirəm sizə. Qeydiyyatla bağlı biz danışırıq. Ola bilsin ki, qeydiyyatın başqa bir ünvanıdır. Amma mən burada uzun müddətdir ki, kirayədə qalıram. Bu ünvandayım. Belə olan halda və kirayə qaldığım ünvana yaxın olan məktəbə istəyirəm də övladımı aparım. Çünki mən əgər şəhər mərkəzində kirayədə yaşayıramsa, qeydiyyatım da məsəl üçün Sabunçu rayonundadırsa, mən Sabunçu rayonunda məktəbə apara bilmərəm. Çünki evimin yaxınlığında məktəb var. Bu necə tənzimlənəcək? Hazırda bir çox valideynin yəni çünki tam olaraq bilirəm ki, açıqlanmayıb və irəliləyən dəqiqələrdə tam artıq bu lokasiya ilə bağlı məlumatlar veriləcək. Yeni məlumatlar da əlavə oluna bilər. Amma hələ ki, bax, bu suallarımız var ki, bu suallara cavab axtarırıq. Kirayə yaşayan valideynlər həmin kirayə yaşaması ilə bağlı kirayə müqaviləsində şəxsi kabinetin əlaqə bölməsinə yerləşdirməklə əlaqə bölməsinə yerləşdirilir və əməkdaşlar tərəfindən həmin kirayə müqaviləsi yoxlanılıb və vətəndaşın xeyrinə həll olunur. Yəni, həmin kirayəyə yaşadığı ünvan məktəbin ərazisinin disertasiyasına uyğundursa, mikro ərazisinə uyğundursa, vətəndaşın xeyrinə həll olunur. Həmin kirayə müqaviləsi 2 il öncəki kirayə müqaviləsi olmalıdır ki, həmin ünvanda yaşadığını təsdiqləyən bir sənəd kimi nəzərə alınsın. Əgər nəzərə alınmasa, dislokasiya uyğun gəlməsə, demək ki, sizin müraciət məsləhət görəcəyiniz məktəbə aparmalıdır övladını. Yəni, prioritetin, yəni valideyn yaşadığı ünvan üzrə üstünlük prinsipləri uyğun deyilsə, valideyn prioritet tətbiqinin sona çatdığı dövrdə ictimaiyyətə onunla bağlı məlumat verilir. Həmin dövrdə sərbəst qəbul aparılan zaman müvafiq ümumi təhsil məktəbinə sorğu yerləşdirə biləcək. Yəni, yenidən özü seçim üçün sorğu yerləşdirə bilər. Bəli, sərbəst qəbul zamanı sorğu yerləşdirə biləcək. Valideynlər özləri də sizə sorğu göndərirlər ki, məsəl üçün, mən istəyirəm ki, övladım bu məktəbdə oxusun. İndi harada ərazisindən asılı olmayaraq bu məktəbi seçir ki, məni buranın təhsil sistemi qane eləyir. Müəllimlər qane eləyir, uşaqlarla dərs prosesi. Digər məktəblərə bir o qədər də istəmirəm getsin. Bax, yəni bu kimi fikirlər ola bilər. Bu zaman onların fikirləri nəzərə alınırmı və yaxud hər hansı bir işlər görülürmü həmin məktəblə bağlı ki, məsəl üçün, insanlar müraciət edəndə sizin məktəbə yox, onun yanındakı məktəbə daha çox üstünlük verirlər. Bu araşdırılırmı ki, məsələ nədədir? Bəzən valideynlər yəni daha çox yaxınlarının təhsil aldığı məktəbə istəyirlər. Belə bir hallar da olur ki, bu daha çox biz həmin dövrdə prioritet əgər tətbiq olunursa, sistem elektron həyata keçirilir. Elektron, yəni valideyn ictimaiyyəti, yəni bununla bağlı, qeydiyyatla bağlı ətraflı da məlumat həmin dövrdə ictimaiyyətə açıqlanır. Elektron sistem vasitəsilə, yəni izlədiyi halda sistem, yəni növbəti mərhələləri üstünlük prinsipi götürülən zaman istədiyi ümumi təhsil məktəbinə rahat şəkildə sorğu yerləşdirmə imkanı olacaq. Yəni sistem elektrondur. Sadəcə həmin dövrdə yəni gecikməsə, yəni
dediyiniz kimi üstünlük prinsipi tətbiq olunan məktəbdə sərbəst qəbul aktivləşib, artıq həmin dövrdə, həmin tarixlərdə müraciət etsə, sistemlə sorğu yerləşdirə bilsə, heç bir problem yaşaya bilməyəcək. Sorğu ilə bağlı artıq bax siz danışarkən görürük ki, bu proses necə həyata keçirilir və tamaşaçılarımız da bunu görürlər ki, qeydiyyatdan bu cür keçirlər və əgər qeydiyyatı gördüksə, daha çox müraciət olunanların arasında bir də görürsünüz ki, sistemdə hər hansı bir problem yaranır, sistemə daxil olmaqda problem yaranır və yaxud artıq gecikmişsiniz kimi hallar yaşanır. Bunun qarşısı necə alınır? Ümumiyyətlə, sistemdə hər hansı qeydiyyatdan keçə bilməyən valideynlər üçün 5, 6, 7 saylı asan xidmətlər, təhsil bölməsi xidmət göstərir vətəndaşlara. Həmçinin baş şəhər üzrə hər bir rayonda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Həmin dövrdə qeydiyyat zamanı vətəndaş hər hansı bir texniki olaraq sistemdə problem yaşayırsa, operativ olaraq həmin alternativ qeydiyyat mərkəzinə müraciət etdiyi halda problemi həmin an həll olunur. Yəni, heç bir sistem üzərindəki texniki problem, heç bir texniki problem əngəl yaratmır. Yəni, Sənar xanım, səhv etmirəmsə, birbaşa Bakı şəhər təhsil idarəsinə də müraciət etmək olar. Çünki mən ilk övladımı məktəbə yazdırarkən bu kimi hallarla yaşadığım problemi Bakı şəhər təhsil idarəsinə yaxınlaşaraq elə yerindəcə həll etdim. Bəli, vətəndaşa Bakı şəhər üzrə təhsil idarəsinə də yaxınlaşa bilərlər. Lakin Bakı şəhər üzrə 12 rayon olduğundan həmin rayon üzrə alternativ qeydiyyat mərkəzləri var ki, valideynlər narahat olub idarəyə yaxınlaşmasınlar. Həmin rayonda bir neçə məktəblər alternativ qeydiyyat mərkəzi kimi fəaliyyət göstərirlər. Yəni, o mərkəzlərlə bağlı məlumat təqdim olunur mu ki? 12 rayon üzrə harada yerləşir? Qeydiyyat zamanı artıq o məktəblərlə bağlı məlumat açıqlanacaq vətəndaşlara. Yox, sizin Bakı şəhər təhsil idarəsinin hansı məkanlarda 12 rayon üzrə harada yerləşdiyi ilə bağlı məlumatlar varmı? Birinci sinifə qəbulla bağlı alternativ qeydiyyat mərkəzlərin növbət yeni siyahısı qeydiyyat zamanı açıqlanacaq. Bir sual da verəcəm, bu olacaq bizim sonuncu sualımız. Birinci sinifə hazırlaşanlar, indi gəlirəm Aytacın ilk verdiyi suala, çünki bu aktual mövzulardan biri idi ki, qeydiyyat necə aparılır və birinci sinifə daxil olarkən dediniz ki, 6 yaşı tamam olana qədər məktəbə götürülmür. Və indi belə bir sistem də var ki, deyirlər ki, birinci sinifə gedəcəksə, hansısa məktəbdə, hansısa sinifdə oxuyacaqsa, məhz məktəbə qədər hazırlığı da həmin məktəbdə mütləq olmalıdır. Belə bir qayda, qanun varmı? Xeyr, məktəbə hazırlıq qurumunda təhsil icbari xarakter daşımır. Yəni, valideyn övladın 5 yaşı varsa, məktəbə qədər təhsil müəssisələrində də övladın... Hara istəyirsə apara bilər. Əlbəttə. Amma bunu bəzən, indi buradan sizə deyirəm, yəqin ki, valideynlər bizimlə razılaşacaqlar ki, məktəblər bu şərti qoyurlar ki, yox, bizdə hazırlaşmalıdır ki, hansı müəllimin sinifində oxuyacaqsa, elə o müəllimin də sinifində başqa yerdə hazırlaşırsa, o bizə aid deyil. Xeyr, elə bir qayda yoxdur. Olsa hara müraciət edək? Bakı şəhər üzrə təhsil idarəsinin 146.1 qaynar çağrı mərkəzinə vətəndaşlar müraciət edə bilər. Hər hansı bir problem yaşasalar, əlavə sualları olduğu halda çağrı mərkəzinə müraciət edə bilərlər. Yəni, biz uşaqlarımızı istədiyimiz yerdə məktəbə qədər hazırlığı apara bilərik və məktəbimizi də seçirik və istədiyimiz məktəbdə də oxutdura bilərik, amma hələ ki, qeydiyyat üzrə, ərazi üzrə qeydiyyatdan keçərək. Elə deyil. Minnətdarıq gəldiyiniz üçün, çox sağ olun. Sənarə xanım İsmailova bu gün qonağımız idi. Bakı şəhəri üzrə təhsil idarəsinin təhsil alanlarla iş sektorunun məsləhətçisi idi ki, məhz birinci sinifə gedəcək uşaqlarla bağlı, bu lokasiya ilə bağlı problemlər var idi və yaxud məlumat var idi, müraciət olunmuşdu ki, mart ayının 14-nə qədər uzadılıb bu məsələlər və bu ilə bağlı açıqlamanı sizin diqqətinizə çatdırdıq.